Ey insan, sən dua edərkən, nə bilim deysən, nə dediniz indi, nə gəlir? Aşurə. Aşurə. Ey insan, sən dua edərkən, aşurə zamanı dua eləyirsən. Səsini ucaltsan da, ucaltmasan da heç bir fərqi yoxdur. Düşünün, boş şeydir. Çünki Allah sirri də, sirdən daha gizlin olanı da, məxfini də bilir. Çünki hər şeyi hər kəs də özü təyin edir. Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərindən keçən gizli niyyətlərdən də xəbərdardır. Buna görə də özünüzü yorub, uca səslə dua yaxud zikir etməyin. Əsas məsələ ibadətin səmimiyyətidir. Yəni, səmimiyyətin yoxdursa, aşurə qurmursan, namaz qılmırsan, nə istəyirsən elə. Orada səmimiyyət yoxdursa, cəza yerində qalır. Başa düşdün mü? Ölüm varsa ölür, xəstəlik varsa ona düçar olur. Bundan qurtarmaq üçün səmimi olmalısın. Rəssalam. 20-ci surənin 7-ci ayəsi. Deməli, Emana, bizim qonşuda, mən bilmirəm, keçdi və sizə onu dedim, hətta deyim də, heç 40 ayın 4-ü çıxdı, 40 ayın 4-ü çıxdı. Orada bir molla gəldi, Emana, bax, mən özüm oradaydım da. Bu, axırdakı salavat saç yerirlər də, çıxmağa doğru da, artıq bitir. Orada bir özü də öz dilinlə vurğuladı, özü də belə yüksək səslə. Dedi ki, mən bu duanı da oxuyuram. Yəni, Allahım, bu evdə bu dua oxunursa, hansı bir evdə bu dua oxunarsa, belə bir şey dedi. O evdə nə qəm olar, nə qüssə olar, nə belə bir kədər, nə də belə bir şeylər qarşılar. Həmişə xeyir şeylər olar. Emana, bu söz elə bir anlıq o boyda, o qədər millətin içindən mən bir dənə bunu elə bir götürdüm bu sözü. Bir anlıq dedim, hə, indi bunu oxuyur. Oxuyub qutarından sonra heç nə, qulaq astım. Gəldi Emana, hə, özü dönə-dönə də vurğuladı, ha, qutaranda ki, duanı qutaranda, biraz çəkdi də dua oxumağı. Dedi, baxın, dedi, ey millət, bu duanı hər molla oxumur. Mən oxudum və bundan sonra bu evdə belə bir şeylər qarşılanmayacaq. Bax, belə bir, hətta əminliklə dedi. İnan Allahımıza, Emana, and olsun Allahımıza. Həmin bu, o qardaşın 40 ayın 4-ü çıxdı. 6 gün bundan qabaq, yox, 5 gün bundan qabaq, sonra o birisi qardaş gəldi, rəhmətə getdi. Bən yeküm eləmədi o dua. Baxın, bax bu sözünüz məni onu xatırlatdı, yadıma düşdü. Bilsən nədir? Bu dua ilə iş olsaydı, yer üzərində sülh əmin-amanlıq ayaq tutub yeriyərdi. Bax, mən bunu indi öyrəndim. Əgər o günlərim o qadın ora yerə gəlmişdi, ikinci səfər, həmin ananın ikinci evladı idi, rəhmətə gedən. İstədim, yaxınlaşım, əgər bilsəydim bunun, yəni, bax, bu, sizin də açıqlama verdiniz mənə. Deyərdim, bəs keçən səfər siz bunu oxudunuz, dediniz, belə bir şey baş verməyəcək. Niyə verdi bəs? Bax, mən onu xatırladardım ona. Məsləhətləş. Hə, məsləhətləş ki, doğrudan da qəlbin təmiz olsun, səmimi ol. Həqiqətən də Allah Taala ən gözəl şeyləri elə həmin insana yaşadacaqdır. Qəlbin təmizdir. Duanı da ömrüm oxumaqla özün üçün oxuyursan, qazanmaq lazımdır. Qazanmaq, ay sağ ol, qazanmaq. Nə gözəl dediniz, bəli. O dua sənə oxunsun, deyilsin. Amma sən özün üçün dua oxu, o boş söhbətdir. Özün deyib, özün eşidirsin. O Quranda deyir, onların, müşriklərin, ikiyüzlülər kimdir? Həm Allaha itayət edir, həm də Allahın yaratdığına nifrət edir. Bəli, zülm edir yaratdığına. Onların deyir, Beytül Həramın, görürsən, Beytül Həram, adından belə haram. Kəbənin yanında o fırlanırları, o qaradaşa bütpərəstlik, oxuduqları dua, qıldıqları namaz
fil çalıb əl vurmaqdan başqa bir şeye yaramaz. Kur'an-ı cümle. Dışa düşdün. Hem Allah'a itaat etsən, namaz qılırsan, durub Allah'ın yarattığını şək edirsən, qınıyırsan. Bəli. Anda sen ceza yaşamalısın. Hara aparır səni Allah yanına. Sen o aparan da özüdür, deyir o gətirən də özüdür, yürüdən də özüdür, danıştıran da özüdür. Biz bir ipdə elə bil o necə istəyir elə də fırladır. Bəli. Mənə bax bu qədər yorğunluğun qabağında mən kiməm üçün başqa adam olsa deyər, məsələ yəni özünün məxsus insanda, yəni anlamadan, Allah'ı özündə dərk etmədən bir saniyə də gəlib oturmaz burada. Çünki gedib istirahətini eləyir. Bunu da eləyən Allah'dır. Bunu da bax sizi burada tutduran da, bəli, doğrudan da. Mən sənə deyirəm, mən bura gəlib, bax bu dəqiqə oturam burada, mən gözüm yatır. Amma deyir, Peyğəmbərin kəlamı var, deyir, sevdiyim insan üçün göz olaram görsün, əl-ayaq olaram yerisin iş görsün. Bax görsə, mən cismən elə bir yatmışam. Mən yoxam, amma bu özü işini görür məndə. Bax budur. Bəli. Mən o 22 saat oxuyub yazdığım illər var idi. Kəpənək kim olurdu? 1 saat 45 dəqiqə dərs yazanda adamın əlinə iz düşürdü də, qələmlə, ruçkadan, elə deyil. Bəli. Mənim əlimə iz də düşmürdü. 22 saat insan oxuyub yaza bilərmi? Bəli. Amma onu mənə o yaşadırdı. O gücü qüvvəti verirdi sizə. Bəli, amma o 2 saat istirahət verirdi mənə. 24 saatın 2 saatını mənə istirahət verirdi. O ki, bitəndə o 2 saat istirahətdə az qalırdı, ürəyim yerindən çıxsın. Onda mənə anladı, öz-özümə deyirdim, Allah bu nədir? Elə bir Elbrus dağının başına çıxmışam, düşmüşəm, bax ürək yerindən çıxır. Ürəyimin səsini eşidirəm. Elə bir yürümüşəm, qaçmışam. O 22 saatdə mən onu hiss etməmişəm, amma 2 saatdə hiss etmişim. Məsləhətinə şükür. Bəli, hər şey onun əlindədir.